17 fevral 2025 il tarixində BMT-nin ixtiyarı həbs üzrə işçi qrupu Ruben Vartanyanın həbsi ilə bağlı reyini dərc edib. Qrup bu qənaətə gəlib ki, Vartanyanın Azərbaycan tərəfindən həbsi ixtiyari xarakter daşımır. Lakin Beynəlxalq Cinayət Məhkəməsinin ilk baş prokuroru Louis Moreno Ocampo'nun ekspert reyi bu işdə çıxar toqquşmasına dair ciddi əsaslar üzrə çıxarır və işçi qrupun gəzəsizliyi şübhə altına alır. Faktlar aydın olub ki, işçi qrupun hazırki sədri Hanna Yudkivska Equality Law Firm hüquq şirkətinin tərəfdaşıdır. Həmin şirkət Ukraynada Azərbaycan Dövlət Neft şirkəti olan SOCAR-ı təmsil edir. Bu isə Ruben Vartanyanın işi üzrə birbaşa tərəfdən biridir. Bu vəziyyət Azərbaycana birbaşa maliyyə maraqları əlaqəsinin mövcudluğunu göstərir. Bu da BMT-nin daxili qaydalarına və gərəksizlik prinsiplərinə ziddir. Yudkivska SOCAR-la olan əlaqəsini açıqlanmayıb, özünü bu işdən kənarlaşdırılmayıb və reyin hazırlanmasında iştirak edib. Bundan əlavə Yudkivskanın həyat yoldaşı Azərbaycan əsilli Ukraynalı siyasətçidir. O, korrupsiyada ittiham olunur, Azərbaycana sıx əlaqələri var və Dağlıq Qarabağ məsələsində açıq şəkildə İlham Əliyevin mövqeyini dəstəkləyib. Nəticə etibarilə Yudkivskanın iştirakı bu qaydaların pozulması deməkdir.